Salam, hər bir vaxtınız xeyirli olsun. 2 ədəd ütü təmirə istə Brown firmasıdır. Problemlər olur. İndi ortağı nəticəni bir yerdə izləyirik. Bu ütüdən başlamaq istəyirəm. Burada qalay var, burası sınıb. Termostatı xalastoy fırlanır. Və bu hissə yoxdur. Bu bunun deyil, mesela yəni bu hissə yoxdur. Termostat işləyir. Bu hissələri təmizlədi, termostatı təmizlədi, klemaları üst, alt hissədən təmizlədik. Çubuqlarını da yerinə qoyduq. Bu hissələr yox idi. Burada olur. Biri purjen, biri de termostat. Kulakları sındırmadıq. Bu hissə sınıb. Bunu da bura bərpa eləyək. Hissəni pişirdik. Digər hissəni də pişirdik. Bu hissəni də təmizlədik. Keçid eləyək beyin hissəsinə. Görək bu beyni saxlamaq şərti ilə bunu bərpa eləyə biləcək. Kanalı təmizlədik, şunları çıxartdıq. İstəyə dözən klema götürdük. Ütü şunuru. Bu hissəsini, birləşmə hissəsini zaklovka elədik. Termosatka ilə bu hissəni yığdıq. Grafit yağı vurduq. Üzərinə su əlavə elədik. Gücün götürür. İşığı yanır. Sönür. Yanır. Par verir. Bu qədər ütü hazırdır. Çox sağ olun, izlədiyiniz görə. Keçid eləyik növbəti ütüyə. Yanılmamız yapışıq bura. Bu hissə qırılıb. Buralarında çat var. Hər bir şeyi təmizlədik. Termostatı da bərpa elədik. Bunları da bərpa eləyək. Bu hissələri bərpa eləyək. Əlavə bir dənə lampa götürdük. 220 ilə işləyən bu beyni termostata köçürdəcək. Bu hissələri belə təmizləyək. Bu qabili açdıq. Bu hissənin iplərini kəsdik. Termostatka taxırıq ki, həm sıxsın, həm iplər yerindən qaçmasın.
qaydada sıxdıq. Bu qaydada əlimizlə bağladıq. Dəmir trubkaları keçirtdik. Hansını zaklyovka elədik. Hissələ qrafit yağı vurduq. Bu hissəni sıxdıq. Termosatka ilə. Demək, ampermetrə qoşmuşuq. Bütün işığı yanır. Gücün götürdü. Öndən su verir. Par verir. Hər bir şey işlədi. Bu qədər. Çox sağ olun izlədiyinizə görə. Termostat da sönür.